Sualımız belədir. Nisbi hündürlüyü 218 metr olan dağın təsvirində 5 horizontaldan istifadə olunmalıdır. Dağın ətəyindən keçiriləcək birinci horizontalın mütləq hündürlüyünün 500 metr olduğunu bilərək kəsmə yüksəkliyini müəyyən edin. İlk növbədə dağı çəkirik. Sonra 5 horizontalı qeyd edirik. Birinci horizontal, ikinci horizontal, üçüncü, dördüncü və 5-ci horizontal. Qeyd olunub ki, birinci horizontalımızın mütləq hündürlüyü 500 metrdir. 500 metrdir. Dağımızın nisbi hündürlüyü isə 218 metrdir. Nisbi hündürlük dağın ətəyi ilə zirvəsi arasındakı hündürlük fərqinə deyilir. Biz bilirik ki, dağın ətəyinin hündürlüyü burada 500 metrdir. Deməli, zirvəmizin hündürlüyü 500 üzərinə gəlsin 218 metr, yəni zirvəmizin hündürlüyü 718 metrdir. Və biz kəsmə yüksəkliyini, yəni iki qonşu horizontal arasındakı hündürlük fərqini tapmaq üçün təxmini rəqəmlərdən istifadə edə bilərik. Məsələn, 40 metr. Birinci horizontalımız 500, ikinci horizontalımız 540, üçüncü horizontalımız 580, dördüncü horizontalımız edəcək 620, beşinci horizontalımız 660. Belə olan təqdirdə biz 6-cı horizontaldakı çəkməli idi. Çünki 6-cı horizontalımız 700 metrdən keçməli idi və həqiqətən də zirvənin hündürlüyündən aşağıda yerləşir. Amma 50 metr qoyduqda birinci horizontalımız 500, ikinci horizontalımız 550 metr, üçüncü horizontalımız 600 metr, dördüncü horizontalımız 650 metr və 5-ci horizontalımız isə 700 metr eləyir. Bizim zirvəmiz 700 metrlə 750 metr arasında yerləşdiyi üçün bizim təxmin etdiyimiz kəsmə yüksəkliyi həqiqətən doğru kəsmə yüksəkliyidir. Bu qədər.